Keyfiyyət fərqi nədir? Bu demək ki, kəmiyyət fərqi deyirsə, bu kəmiyyət fərqi odur ki, yəni kəm, say demək mənasındadır. Kəmiyyət fərqi odur ki, ya orada səs artımı olsun, ya da səs düşümü. Bu kəmiyyət fərqidir. Keyfiyyət fərqi nədir? Keyfiyyət fərqi isə səs dəyişimi deməkdir. Səs dəyişimi. Bu isə bizim nədir? Keyfiyyət fərqi. İndi nümunələr üzərində baxaq. Deməli, kəmiyyət fərqi. Məsələn, mən yazıram. Burada bir dənə yazıraq ailə sözünün. Ailə. Və yazıram saat sözünün. Ailə söz necə tərəf olunacaq? Ailə. Burada bir dənə səs artımı varmı? Yığıb içdirsin. Saat sözünə gələr. Saat. Bir dənə səs düşümü var mı? Deməli, burada həm səs artımı, həm səs düşümü varsa bu nə olacaq? Bu oldu bizim nə? Kəmiyyət fərqi. Məsələn, keyfiyyət fərqinə baxaq. Biz burada səs dəyişimi yaza bilərik. Məsələn, yazıram ki, pələng. Pələng. Pələngin tələffüzü olacaq, pələng deyə. Burada nə var? Keyfiyyət fərqi. Və bir şey deyim, bir sözdə həm kəmiyyət fərqi olacaq, həm keyfiyyət fərqi. Məsələn, yazırıq. Bura yazıram. İnamla. İnamla. Bu söz necə tələffüz olunacaq? İnamla. Yəni